Hər kəsə salamlayıram. Mən Grossmeister Vasil Durarbəyli. Sizə bu gün daha bir karyeram üçün önəmli oyunu Avropa Çempionatı 2010-18 yaş altı. Artıq keçən bölümdə bir oyunumu göstərdim. Popilski Gilə qarşı çox maraqlı gərgin mübarizə. Amma final oyunu 9-cu tur oyunu digər İsrail təmsilçisi Raznikov Daniya qarşı olan oyun belə deyək ki, çempionatın taleyini həll etdi. Həmin anda mən 8 oyundan 7 xalım var idi və digər şahmatçı Ermənistan təmsilçisi Tersakyan Samvelin də 7 xalı var idi və az aramızdakı oyun heçsə bitmişdi. Buna görə də son oyunda qələbə mütləq idi. Mütləq mənə lazım idi. Yaxşı tərəfi o idi ki, mən əlavə əmsallarda mən ondan artıq idim, amma digər bir problem onda idi ki, Sakyan ağ figurlarla, mən isə qara figurlarla oynayırdım. Ümumiyyətlə şahmatda qara figurlarla qələbə qazanmaq daha çətin hesab edilir. Amma belə deyək ki, ümidi Sakyanla doğrusu mənim dostum Ayaz Məmmədov oynayırdı və orada belə deyək ki, onu oyundan qabaq motivasiya eləmişdim. Onun zaten də motivasiyası var idi. Məncə utsaydı həmin oyunu yarışı 3-cü yerdə tamamlama ehtimalı var idi. Motivasiya elədim, o saxlamaq lazım, amma bilirdim ki, Tersakyan yarışda çox güclü formadadır. Qara rənglərlə onun qarşısını kəsmək asanda olmayacaq. Buna görə də mənə qara rənglərlə Raznikovu udmaq vacib idi və oyundan qabaq çoxlu, bilirsiniz, məcburiyyətdən udmaq qara ilə çox asan məsələ deyil və burada bir neçə taktika var və xatırlayıram ki, oyundan qabaq fikirləşirdim nə oynayım. Raznikov D4, ATF6, S4 gələcəyini dəqiq bilirdim. Burada başlamışdım, nə bilim, Benoni variantı var. Bu qaralar üçün pis hesab edilir, amma udmaq şansları verir və yaxud fikir, hətta yadıma gəlir ki, Volga Gambitinə də belə sınamağı düşünürdüm. Keçən zaman vurğuladım ki, həmin yarışda Anar müəllim var idi. Anar müəllimlə məsləhətləşirdim ki, necə oynamaq lazımdır, nə etmək lazım idi. Bir dənə maraqlı məqam onda idi ki, 2-3 tur qabaq Raznikov Ayazla oynamışdı, Dani. Və həmin oyunu mən Ayazla birlikdə bir qədər təhlil etmişdim. Və təhlil edəndə mənim diqqətimi çəkdi ki, Raznikov oyun sonunu yaxşı oynaya bilmir. Və bu haqda Anar müəllimə dedi ki, bəs Raznikov oyun sonunu oynaya bilmir. Yəqin ki, ondan sonluğa getmək yaxşı olardı. Orada Anar müəllim biraz acıqlandı ki, oyuna köklənmək lazımdır, rəqibin zəifdir və s. belə şeylər demək olmaz. Əlqərəz getdim və oyunda ən yaxşı bildiyim variantı oynadım. Y6, ATF3, B6, J3, fil B2, fil J2, fil 7 qala. Bu yeni Hind açılışı adlanır. Bu vəziyyətdə çox oyunlar oynamışam, nadirən məğlub olmuşam. Yəqin ki, bu mövqeyini dünyada ən yaxşı oynayanlardan elə biri mənəm. At C3, at Y4, at Y4, fil Y4, at H4, fil J2, at J2. Çox qəribə bir taktika seçib mənim rəqibim. Bir fikir verdisə, başlayan kimi burada heç də ən vacib olan gedişlər, burada fil D2 oynamaq olardı və yaxud top Y1, bunlar əsas gedişlərdir. Rəqibim sadələşməyə getdi. Bu sadələşməyə getməyin məqsədi nədir? Rəqib məni özümdən çıxartmağa cəhd edir. O bilir ki, mənə qələbə hava su kimi lazımdır. Məğlubiyyətlə bu arada heçsə və yaxud heçsə ilə qələbə arasında heç bir fərq yox idi. Mən ikinci yeri artıq bu oyundan əvvəl garantiləmişdim. Ona görə bu oyunda qələbə lazım idi və rəqib məndən aqressiv oyun gözləyirdi. Mən isə rəqibin oyun sonu biliklərinin zəif olduğunu güman edərək sadələşmədən qaçmadım. Burada daha da çox sadələşir oyun. Fikir verin. Bütün daşlar demək olar ki, dəyişdi. Lövhədə qaldı nə qaldı lövhədə? Bir-iki dənə daş qaldı. Burada daha bir sadələşməyə gedir rəqib. Top C8, top D1 və at B8. Digər artıq mənim oyunlarım seriyasında baxmışsa bir neçə oyunda 3 oyun göstərmişəm. Hər 3 oyunda aqressiv
o oyunun şahidi olmasa dinamik. Burada isə çox sadə bir vəziyyət var. Top ata qarşı ağların heç bir zəifliyi yoxdur və oyun normal halda heçsiyə getməlidir. Və bu an mənə elə gəlir ki, Raznikov Dani bir qədər təəccübləndi. Çünki onun özünə də qələbə lazım idi. O, əgər qələbə qazanmasa 3-cü yeri tuta bilməyəcəkdi. Ona görə ona qələbə vacib idi və bu dəyişmələr onda belə bir təəssürat yaratdı ki, mən heçsəyə razıyam. Və belə bir anda o özü uduşu oynamağa cəhd eləməyi düşündü. Və burada J4 gedişini gəldi. Biraz ərazi əldə eləmək istəyir. Burada qara ilə mənim planım nə idi? Ümumiyyətlə, oyun sonlarında çalışıb sxemli plan qurmaq lazım idi. Lazımdır. Mən burada nəyi fikirləşdim? Birinci, mənə lazımdır şahı mərkəzə gətirmək. Şah F8, şah J2, şah Y7. Burada şah J3 oynayır. İkinci məsələ. Şah Y7-yə gəlməyi nəyə görə vacib idi? Atımı hərəkət elətdirə bilmirdim, top 7-ci xəttə girə bilərdim. Artıq şah Y7-yə gələndən sonra bu risk yoxdur. Atım tərpənə bilər. Və mənə lazımdır zəiflik yaratmaq. Zəiflik harda yarana bilər? Və gözümə bu piyadanı kəstirdim. At D7, J5. Burada isə dediyim kimi Raznikov vəziyyəti başa düşmür, həm də uduşu oynamaq istəyir, mənə elə gəlir. Ona görə piyadalarını qabağa itələyir. Amma piyada önə getdikcə zəifliyə çevrilmə ehtimalı artır. Burada B5 oynayıram. H4, at B6. Və B3. Burada artıq at A4-ün qarşısını almaq üçün B3 gedişini edir. Və B3 gedişindən sonra bir zəiflik yarandı. Həmin zəiflik C3 xanasındadır. Və bundan istifadə eləməyə çalışacağım. Amma bu yetərli deyil. Yəni C3-ə məsəl üçün topumu qoymağın bir faydası yoxdur. Heç nə eləmir top. Burada zəifliyi B3 xanasında yaratmaq üçün A5 gəlirəm. A5 burada A4 gəlib vurub B3-də zəiflik yaratıb ora hücum eləməyə cəhd eləyəcəm. Rəqib gəlir şah F3. Burada şahı Y4-ə gətirmək istəyir. At D7. Sırf ona qarşı hazırlıq. Şah Y4, at C5 şah verirəm. Şah geri qayıdır. Və at keçir A6-ya. At A6, A4-ə hazırlıq. Burada at B4 və top C3 fikirləri saxlayıram. Burada rəqib artıq bir növ dediyim kimi vəziyyəti o qədər də yaxşı başa düşmürdü və belə strukturları yaxşı oynaya bilmirdi. Burada nəhayət A4 bir qədər qeyri-dəqiq gediş etdi. Vəziyyətin qiymətləndirilməsi dəyişmir, amma mənə elə gəlir ki, burada artıq top C3, AB, at C5 gedişindən hərçənd top C3-dən sonra dəyişdi. Burada ağlar top D3 gəlməli idi ki, vəziyyətdə bərabərliyi qorusun. O da burada da yəni bu xanada zəiflik yaranır. Yəni böyük bir şey yoxdur qaralarda, amma qaralar uduşu oynayır. Yəni A-da keçid piyadası yaranır. Burada bu piyadalar ola bilsin ki, uda bilərik, amma heçsə şansları çox böyükdür. Və ola bilsin ki, dediyim kimi, mənim rəqibim də heçsəyə bəlkə razı deyildi, amma burada mənə elə artıq bərabərliyə oynayırdı o. AB, at C5, top D3-ü qarşısına alıram. Top B3 və yaxud at B3 istəyirəm. Burada gəlir top A1, A5 piyadasını qorumaq üçün at B3, top A4. İndi isə şah gəlir bu piyadanı götürməyə. Bu vəziyyətdə rəqibin belə deyək, vəziyyəti qənaət bəxş deyil, oynamaq çox çətindir. Mənim planım sadədir. Mən gəlirəm bu piyadanı götürürəm, sonra bu piyadanı vəzirə aparmaq istəyirəm. Qaralar nə etmək, ağlar nə etmək istəyir, bəlli deyil. Burada piyadanı qabağa gəlir. Bu isə artıq kobud səhv idi. Şah C6, top C4, top C4, at C4-dən sonra A4 gəlirəm. Şah Y3 və at gəlir bu piyadanı götürməyə. Maraqlıdır ki, hətta bu vəziyyətdə belə rəqibin B7 gəlib yenə heçsə şanslarını qoruya bilərdi. Amma bu özlüyündə asan deyil. Atı bura aparmaq, buradan at geri necə qayıdacaq? Ona görə burada F4 gedişin gəlir. Bu F4 isə artıq özlüyündə kobud səhvdir. At B6, at A3, at D5, şah C5, şah Y5, şah C5, Y4 və nəhayət at B4 gələndə rəqibim təslim oldu. Çünki F5-dən sonra at D3, şah və mat olur.
Və beləliklə bu qələbə ilə yarışı 9-dan 8 Allah bitirdim. Birinci yeri Tersakyanla böldüm və əlavə əmsalda birinci olaraq Avropa çempionu adına yiyələndim. Ümidvaram ki, bu oyundan da nəsə öyrənə bildiniz və bu seriyanı davam etdirəcəm. Diqqətinizə görə sağ olun. Əgər kanala abunə olmamısınızsa mütləq olun. Hələlik.